Ermənilərin Arabu batalyonunu məhv edən və Ermənistanda 3 günlük matəmə səbəb olan qəhrəman Mehman Ələkbərov. Gəncə batalyonunun yaradılmasına nail olan Mehman Ələkbərov batalyonu ilə birgə Tərtərin, Ağdərənin, Goranboyun və Xanların kəndlərinin müdafiəsində iştirak edib. Mehman Ələkbərovun başçılığı ilə Həsənqaya adlı ərazidə Gəncə batalyonu erməni silahlılarının Arabu batalyonunun 170-dən çox canlı qüvvəsini məhv edib. Ermənistanda bu hadisə ilə bağlı 3 günlük matəm elan olunub və həmin əməliyyatdan sonra əks tərəfin komandanlığı Mehman Ələkbərovun başına 6 milyon məbləğində pul qoyub. Mehman Ələkbərov öz batalyonu ilə Ağdərənin Qasapet, Drambun, Aterk kəndləri ilə yanaşı Şuşa, Laçın, Füzuli bölgələrindəki döyüşlərdə də iştirak edib. Bu döyüşlərdə Mehman Ələkbərov 28 dəfə yaralanıb. Mehman Ələkbərov 1993-cü il iyunun 4-də Gəncədə baş vermiş qarşıdurmanın qarşısını almaq istəyərkən 18 güllə yarası almış komandir 36 yaşında şəhid olub.